Bugün Azərbaycanın qadın şairi Mirvarid Dilbazinin qızı Xatirə xanımla bərabərik və şairin həyatının ən maraqlı məqamlarına toxunacağıq. Eyni zamanda Xatirə xanım bizə öz anası ilə bağlı xatirələrini bölüşəcək. Xoş gördük, necəsiz? Çox sağ olun, yaxşıyam, çox sağ olun. Biz bilirik ki, Mirvarid xanım bəy nəslindəndir. Əvvəl biz bundan başlayaq. Ailənizdə tanınmış şəxslər də olub nəslinizdə və bundan başlayaq, sonra digər suallarımız olacaq. Bəli, buyurun. Mən Mirvarid xanımın yeganə evladıyam. Bəli, mən demək istəyirəm ki, mənim anam Dilboz nəsli, yəni Dilbazı, onların atları olubdur, Dilboz atları. Ona görə də onlara deyiblər ki, bunlar bəy nəslindəndirlər. Mənim anam 3 kəndin qızıdır. Daş salaqlı, incə dərəsi, xanlıqlar. Yəni, mənim anamın adı Mirvarid, mənası Miralayev olubdur. O da Ağır Seyid nəslindəndir. Mirvaridin də mənası həyata daxil olmaq deməkdir. Bəs Dilbazi? Dilbazi də yəni ürəyi açıq, del ürəkdir, bazı yəni açıq, ürəyi açıq, ürəklə oynayan, yəni belə bir. Mən dünyanın ən xoşbaxt adamı idim ki, yəni indi də xoşbaxtım ki, mən elə bir anam, özü anam həmişə deyərdi ki, mən təkcə sənin anan deyiləm. Bütün elin uşaqları, cavanları, hamısı mənim evladlarımdır. Elin anası. Bəli, yəni mən elin anasıyam. Mən özüm indi balaca olmuşam, anamın dedikləri yadımda qalıbdır ki, mənim deməli anamla atam əmi uşağı olublar. Əminə xanım Dilbazi mənim bibimdir, anamın da baldızı, yəni Rəşidin doğma bacısıdır. Rəşid sizin atanız Bəli, olub atam və olub, bəli. bildiyim qədərilə soyadları da, daha doğrusu atalarının adları da eyni olub. Bəli, eyni Dilbazi, mən belə gedirəm, Dilbazi Xatirə Rəşid qızı. Məsələn, mənim anamla atam evlənməyə gedəndə Qazaxda, bunlar gətirib metrikalarını göstərib ki, bunlar bacı qardaş deyirlər. Amma hamı elə bilir ki, Əminə xanım mənim anamın bacısıdır. Mənim anamın bacısı Yaqut xanımdır. Yaqut xanım da Vəfa Quluzadə mənim doğma xalam oğludur. O da onun yəni bacısı olubdur. Siyasətçi Vəfa Quluzadə. Bəli, Vəfa Quluzadə. Siz az öncə danışdıq. Deməli, atanızın da belə deyək, atasının adı Paşa idi. Bəli, və Mirvarid xanımın da atasının adı Paşa idi. Yəni, çox maraqlıdır. Çox maraqlı, bəli. Özü maraqlı bir şeydir ki, anamın danışdıqları, mən indi uşaq idim. Mən deyəcəm, neçənci ildə doğulmuşam, düzdür, qadından onu soruşmayınca mənim qorxum yoxdur. O Dikabizinin bir şeiri var ki, o Rusça olar deyim o sözü. Buyurun. Mayi qada, mayi bogatstvo. Yəni ki, я много денег не сберег, но мои года, мое богатство. Mənim illərim mənim sərvətimdir. İllərim mənim sərvətimdir. Mənim anam, deməli, bu monolitdə Səməd Vurğun Gənclər İttifaqına onlara ev verəndə anama, atam müharibəyə getmişdi. Mənim anam da mindi qatara ki, gedim anamın yanına İncə dərəsinə. Mənim anamın anasının adı Cəvahir xanımdır. Bunlar minir qatara. Əminə xanım anama deyir ki, ay Midi çağırırdı onu. Sən bu vəziyyətdə hara gedirsən? Deyir, bəs mən gedim anamın yanına, mən burada tək neynəməliyəm? Təsəvvürüzə gətirin ki, hərbi qatardır, əskərlər. Mən 1942-ci il müharibənin lap cür-hacır vaxtında ana minir qatara, yolda bunu düşürdürlər. Üzr istəyirəm, sancısı tutduğuna görə bunu düşürdürlər ki, təzədən qatar gedə-gedə bunu təzədən qatara mindirirlər. Və anamı keçirdirlər başqa bir kupəyə. Anam o kupədə deyir, oturdum əlim üzümdə ki, ay Allahım, bəs mən neynəcəyəm indi? Bu vaxtı qapı açılır, bir cavan qız girir içəri, deyir, mən Medinstitutun tələbəsiyəm, Tibbi İnstitutunun. Və dünyaya mən gəlirəm. O qatarda, siz qatarda bəli, doğulmuşsunuz. mən qatarda doğulmuşam. Olmuşam avqustun 18-də. Amma ki, metrikanı alanda Qazaxda anam alıbdı. Bu olub avqustun 19-unda. Sonra anam öz ad gününü götürüb salıb avqustun 19-unda. Səbəb nə idi? Səbəb o idi ki, yəni yay vaxtı bu mənə belə gəlir ki, özü də deyirdi ki, bu iyunda da olubdu. Yəni buna Yaşlar İttifaqı ad günü eləməsinlər.
Bu istəmirdi heç kəsə əziyyət versin. Və ona görə. Xatirə xanım, mənim məlumatım var ki, ananız 2 dəfə evli olub, bir dəfə Rəşid bəyləsin atanızla və ikinci dəfə artıq başqa bir şəxs ailə qurub. Mən sizə deməkdir, mən o daxili temaya toxunmaq istəmirəm. Olubdur, mən onun şəxsi işinə qarışmamışam. Yəni ki, o insan bilmir ki, bir dəqiqədən sonra başına nə gələcək. Bu həyat elə bir həyat olubdur ki, atam gəlib müharibədən gəlib. İndi ola bilsin xasiyyətləri uyğunlaşmayıb, amma ki, həmişə atam mənim yanımda olubdur. Yəni istər-istəməz hər zaman qayğı göstərib. Bəli. Əminə xanım bibim olub, həmişə onlarla. İndinin özündə də var, Əminə xanımın nəvəsi var Cəmin. Mən sizə demişəm, bizim onunla çox mehriban əlaqələrimiz var. Bir yerdə hamımız getmişik, Qazağa da getmişik. Anamın o indi Damcılı bulağının yanındadır da Daşsalaqlı. Əminə xanım sizin bibiniz idi, Əminə Dilbazı. Bəs ananızla belə münasibəti necə olub? Çox gözəl, çox. Hətta mənim anamın bir şeiri var, El qızını oynamağı. Mən siz o şeiri oxumusunuz, yoxsa yox. Yəni deyir ki, bu nəsli 2 adam qaldırdı. İntihası bunların xarakterləri müxtəlif idi. Mənim anam sakit, mənim anam bizi necədir, gilavar var, belə sakit, bir külək, bir küncdə otursun, şeir, poeziya. Əminə xanım isə xəzri idi. Şən idi. Bu başqa idi. Siz də şən, pozitiv insansınız. Mənə də deyirlər ki, hərdən ki, sən nə isə deyil, bir-birinə daha çox. Mən xoşlayıram ki, təmiz münasibətlər ola. Yəni ki, əgər tutalım ki, Vüqar, sən mənə bir hörmət eləmirsənsə, mən onun dalından istifadə eləməməliyəm. Yəni ki, əgər dostdursa, təmiz dost olmalıyıq, təmənnasız dostluq olmalıdır. Bax, indi siz bu günləri gəlmişsiniz də, elə biz təzədən mənim anamı mənə qaytardınız. Bu gözəl gündə, bu gözəl mənzərədə. Bilirsiniz, əgər bir insan həyatdan gedibsə və onu heç kəs unutmayıbsa, yad eləyibsə, o elə bil ki, mənim üçün ən böyük bir xəzinədir, bir vergidir siz mənə vermişsiniz. Biz 120 plakyanın başındayıq da, bu da monolitdə oluruq. Mənim yadımdadır, cavan idim da, qaça-qaça gəlirdim, qapını döyürdüm. Görürdüm ki, çox ləng gəlir qapıya anam. Deyirəm, ay ana, biraz tez aç qapını da. O da gülə-gülə mənə deyirdi, heç ürəyini sıxma. Çatarsa mənim yaşıma, onda bilərsən ki, mən niyə qapıya yavaş-yavaş gəlirəm. İndi bax, mənim anam o mənada xoşbaxtdır ki, onun 2 dənə nəvəsini də görüb. Birinin adı Lalədir, bir adı Cavahir, nənəsinin nənə. Həm mənim nənəmin adı Cavahirdir, həm yoldaşımın adı. Mənim yoldaşım da Elmlər Akademiyası, İnstitut Fizikada çalışırdı. Yəni ki, indi də mən, məsələn, qapını döyəndə mənim uşaqlarım, mən qapıya gec gələndə həmən sözü mənə deyirlər. Ay, Xatirə, niyə belə gec gəlirsən? Onda mən anamın sözü yadıma düşür. Mən biraz hansı mövzuda istəyim danışım. Biz başlamışdıq əslində o mövzuya. Ananız çox təvazökar, çox sadə. Bəli. Sadə geyinməyi, ondan sonra zinət əşyalarını sevmirdi. Çox sadə geyinməyi xoşlayırdı. Və biz bundan danışaq ki, onun bu qədər sadə olması nədən, nə ilə bağlı idi? Hər hansı bir xatirə varmı bizimlə bölüşə bilərsiniz? Bəli. Bir gün həmişə qapı döyüləndə mən əl yazmalarında işləyirdim. Tənəffüsdə evə gəlirdim də, anamla söhbət edirdik. Bir gün qapı döyülür. Mənim də anam baxmayın yenə kənd qızı olduqda qalır da insanın içində o vətəni, o xanlıqlar, incə dərəsi. Bəs bir nəfər gəlir qapıya, əlində çoxlu kitablar. Bəs deyir ki, mənə Mirvarı xanım lazımdır, məni göndəribdir, Nəbi Xəzri göndəribdir. Deyəndə mən qayıtdım ki, zəhmət olmasa, bəs Mirvarı xanım özü hardadır? Anam qayıtdı ki, evdə yoxdur, deyir, bəs siz onun nədir, mən onun qulluqçusuyum. O qədər sadə görsənir. Bəli, çox sadə bir geyimdə. Anamın bir şeiri var, yəqin siz oxumusunuz o şeiri. O deyir ki, tutalım ki, mən bir brilliant çırğı aldım, taxdım deyir qulağıma, baxdım deyir güzgüdə özümə. Nə boyum artmadı, elə necə var idi elə. Yəni bu zinət şeylərinə
O çox belə laqeyd baxırdı. Onun aləmində o həmişə deyirdi ki, insan özü daxilinə zəngin olmalıdır. Onun siz o şeirini bilirsiniz də, ilıq küləklər əsdi, yaz gəlməyə tələsdi, mənim ürəyim əsdi, anam yadıma düşdü. Mən indi hərdən bilirsiniz necədir, anamın bir dənə portreti var evdə. Mən kimə desəm deyərlər ki, bu adam yəqin xəstədir, ruhu. Demə, mənim günüm xoş olanda elə bil onun gözləri gülür. Mənim biraz fikirli olanda elə bil ki, o da mənə fikirlə. Amma elə ki, mənim anam yuxuma girir, bütün mənim işlərim hamısı yağ kimi gedir. Mən bu neçə gündə elə bil anamla danışdım ki, siz gəldiniz, çıxdınız ortaya. Bu da bir təsadüf, bu da olmalıydı da. Hansı yuxularda daha çox, necə yuxular görürsünüz ananızla bağlı? Ən çox, belə tez-tez gördüyünüz yuxular? Mən çox tez-tez görmürəm. İşim biraz dara düşəndə, çox darıxanda elə bir gəlir mənə deyir ki, mən sənin yanındayam. Yəni ki, sən niyə rəngin solubdur? İndi bir maraqlı mən özümdən deyim ki, mən indi ərköyün olmamışam. Amma indi analı adam olanda nətər olur, özünüz bilirsiniz də. Bir də gördünüz ki, məsələn, mən uzanıb yatırdım, gəlirdi üstümə yorğanı örtürdü. Mən onda deyirdim ki, mən sənə dedim ki, mən yorğan istədim. İndi oturub özümə deyirəm ki, indi düzdür, nəvələrim, 3 dənə oğlan nəvəm, anam görüb üçünü də, Nazimdir, Cavaddır, Tofiqdir. Yəni, indi onlar mənə qayğı göstərirlər də. Amma yenə də o ananın elədiyini heç kəs eləyə bilməz. İnsan o vaxtı xoşbaxt olur ki, onun yaxşı valideyni olur və ondan sonra yaxşı evladları olur, bir də yaxşı yoldaşı olur. Mən elə başa düşürəm ki, bir də insan gərək hər gün mən sevinirəm. Bizim eyvanımız düz Sabir bağına baxır. Mən hər gün səhər 6-da quşlar oxuyur, günəş çıxır. Mən özümü çox şad və xoşbaxt hiss edirəm və deyirəm, şükür Allaha ki, mən bu yaşımda hələ ayaq üstə dayana bilirəm. Yaşınızı soruşmayacağım, amma... Yaşım indi, mən bayaq dedim də hansı ildə, indi mən deyim də 42 yaşım var da. Yəni, mən utanmıram, indi Allah verdiyi ömürdür. Allah o ömrü verir də, o ömrü də, burada qəti utanmaq lazımdır. Mən oxudum məlumat, sizin ananız da elə çox yaşlı olsa da belə, həmin dövrdə pilləkənləri rahat şəkildə düşməyi, qalxmağı bacarırdı, işlər görə bilirdi. Onun makinası var, o makinada özü çap eləyirdi. Siz inanırsınız, iynəni özü... Yəni, mən onu heç çox belə uzanan görməmişəm ki, yəni bu axıldasın. Özü də heç nədən bu adam qorxmurdu. O vaxtı zəlzələ oldu, yadınızdadır, noyabrın 25-ində idi. Onda anam hələ sağ idi. Ev belə sirkələnəndə mən biraz qışqırdım, mənə qayıtdı ki, sakit ol, kəlmə-i şəhadətimi oxu. Bu o sözü deyəndə mən lap dəli oldum da. Mənə qayıtdı ki, bu təkcə sənə gəlməyib, bütün el obuya gəlibdi bu. Amma yenə də, bilirsiniz necədir, yenə Allah saxladı ki, belə biz çox dərinə getmədi bu şeylər. Bir məlumat da var ki, ananız belə deyək, evdə biraz sərtliklə seçilirdi. Çox zaman evdə qorxurdunuz ondan, onun sözü keçirdi məlum məsələdir. Bəli, bizim institutumuz şərqşünaslıq o vaxt Nizami küçəsində idi. O vaxtda da telefonlar yox idi. Mənim çantamda həmişə 2 qəpiklər olurdu. Mən deməli bilirdim ki, saat 7 tamamda ikinci növbədə idi, qutarırdı. Mən bilirdim ki, 8-ə 20 dəqiqə işləmiş, anam dayanıb məni gözləyir. Və biz də gülə-gülə gəlirdik. Cavan idi, hamımızı tanıyırdıq. Təsəvvürdə gətirin ki, Pantanlı bağda Nərgiz kafesinin yanında çoxlu avtomatlar var idi. Biz ora çatanda mən evə zəng edirdim ki, ana, nigaran qalma. Mən bir 15 dəqiqədən sonra mən artıq evdəyim. Məlumat verirdiniz mütləq. Hökmən. Çünki mən bilirdim ki, mən onun yeganə evladıydım da. Bilirsiniz, o yeganə də çox ağır bir belə məsuliyyət daşıyır. Amma demək istəyirəm ki, amma xoşbaxt idi anam. O mənada ki, şeirlərin yazırdı, poeziya ilə məşğul olurdu. Sonra böyük nəvəsi oldu Lalə. Elə bir ki, ona bir dünya doğrudan Lalə aprel ayında. Sonra ikinci nəvəsi oldu Cavahir. Sonra öz nəticələrini, bu hər adama qismət olmur bu. Bu böyük bir xoşbaxtlıqdır.
Qonaqlıqlarda ümumiyyətlə içkidən uzaq qalırdı. Bəli, onu bilirəm. Hətta siz mən oxumuşam ki, gizlincə məsələn süfrə gizlincə deyəndə gəlin mən demək istəyirəm ki, bilirsiniz necədir? Əgər insan özünü apara bilmirsə, insan bir mənasız hərəkət edirsə, o heç nə eləməməlidir. Biz məsələn bağda ad günü eləyirdik. Anam da 19-da düzdür o istəmirdi məclis olsun. Ancaq mən xoşlayırdım da. Yığışırdıq, indi orada kabab çəkilirdi. Orada indi ya şampan idi, ya nə bilim indi pivə idi, nə. Yəni burada bir ayıb şey mən görmürdüm də. Amma düzdür, bizim evə belə şey gəlmirdi ki, anam sevmirdi elə şey. Onun bir sözü bizim üçün hamımız üçün qanun idi. Yəni biz o artıq hərəkət eləyə bilməzdik. Yəni bax belə bir. Onun bir dənə fikri o idi ki, oxuyun, çalışın. Yəni ki, o kitab elmlə məşğul olun. Yəni qalanlar hamısı meşşanlıqdır, hamısı boş şeylər. O elə fikirləşirdi və mən hərdən anama deyirdim ki, mama bizim evdə heç xrustalni lustra yoxdur. Deyir, nə fərqi var? İşıq var da, nə ilə lazım? Yəni bu belə bir adam idi. O vaxtı bizim həyətdə bütün hər yan boş idi. Deyirdim ki, bunların birini sən desən, zəng eləsən yuxarı məsələn. Mənə deyirdi, get yaxşı işlə, yaxşı pul versən. Yəni uzaq idi o bu fikirlər. Hədiyyə qəbul etmirdi. Yox, qəti. O bilirsiz nə xoşlayırdı? Bənövşə gülü. Yəni o evinə, rayonuna gələndə deyirdi, mənə heç nə gətirməyin, ancaq mənə bənövşə gülü gətir. Sizin ananız çox uzaq görən bir xanım idi və məlum məsələdir ki, bilirdi ki, ümumiyyətlə, yəni hər an nəsə baş verə bilər və eşitdiyimə görə səhv etmirəmsə çantasında kəfəni büküb saxlayırdı, yoxsa pul saxlayırdı? Yox. Mənim anamın elə çantanası belə var idi. Həmişə də mənə göstərəndə deyirdim, mən elə bilirdim ki, bu daimi biz onda başa düşmürdük ki, ölümlər çünki az olurdu. İndi hər dəfə nəsə eşidirsən, adama çox pis təsir eləyir. Məsələn, onu mənim qızıma göstərirdi, Laliyə, ki, bax, özünüzü itirməyin, orada hər şeyi qayçıya qədər, nəyə qədər, hamısını. Çantasında? Bəli. Özünlə gəzdirirdi? Yox, onu qoyurdu evin bir küncündə. Yəni, deyirdi, bax, özünüzü itirməyin. Mən yadımdadır ki, o gözünü əməliyyat eləyəndə o vaxtı Nazim Efendi beləmişdi göz balnisasında. Bu qorxmağı, bu həkimdən qorxmurdu. Ancaq mən ağ xalatlı görən kimi atam həkimlərdən qorxurdu məsələn. Görünür, genetikada vardı. Anam bax, dişini çəkəndə ona heç iynə də vurmurdular. Yəni, mərd-mərdana gedirdi bu adam. Bəs şeirləri hansı saatlarda yazırdı? Gecələr yatmayıb yazırdı, yoxsa səhər tezdən oyanıb yazırdı? Necədir? Məsələn, gəlirdi bağa, gəlirdik. Bir də görürdüm ki, anam elə içərdə, bayırda, Allah eləyir orada. Amma beynində nəsə fırladır, əlində qələmi var idi. Bir də görürsünüz, evdə elə vaxt olurdu ki, işıq sönürdü. Mən də belə çox yatağan adam deyiləm. Axtarırdım ki, anam hardadır. Görürəm orada qaz işığında oturub şeir yazır. İndi ilham gələndə bilirsiniz də, onun gözəl şeirləri, mahnıları, Tuncəli Ağayeva bir 20-yə yaxın onun mahnılarını oxuyub. Bəlkə də siz eşitmişsiniz onun mahnıları. Bəli, əlbəttə. Özü ən məşhur mahnıları. Ağabacı Rzayevadan onun evimizə gəlin gəlir. Bəli. Sonra bizim bir Qazaxlı var, rəhmətə getdi, adı yadımdan çıxıb, o da oxuyurdu. Anam yadıma düşdü. Sonra evimizə gəlin gəlir. Ən çox onun mahnıları Tünzalə xanım oxuyub belə. Bəli. Bəs Tünzalə xanımla münasibətiniz necədir? Gəlib dəyir, maraqlanır bilir? Valla, mən heç kəsdən nə incimirəm, nə küsməm. Mən indi nə deyə bilərəm? O vaxtı mən ona, o təzə vaxtı gələndə kitab da verdi. Sonra məsələn, orada özü kitabları seçdi. İndi həyat dəyişir, başı qarışır. Ananızın bəs ən böyük arzusu nə idi bu dünyada? Anamın ən böyük arzusu o idi ki, o çox Qarabağ söhbəti, çox belə fikirli idi olduqca. İllah ki, o Şuşa söhbəti eşidəndə, o belə oturan yerdə əlini belə başına vurdu. Çox belə, bəlkə də hələ də biraz yaşaya bilərdi o. Bilirsiniz, onlar daxilən əziyyət, o az danışan adam idi. Belə deyim, musiqiyə qulaq assın, dursun rəqs. O Əminə xanım idi, biraz belə həyatda. Daha şən. Daha şən, daha. Bu çox belə deyirəm, fikir içində olan bir. Və inanırsınız,
mən dedim ki, hərdən ki, o dünyasını dəyişdi və mən eşidəndə ki, artıq bizim ordumuz qalib çıxdı və artıq Qarabağ, Azərbaycan bizimdir. Mən getdim anamın qəbri üstə. Getdim dedim, ay ana, sən rahat burada uyuya bilərsən. Artıq Qarabağ, Azərbaycan artıq bizimdir. Yəni onun ən böyük arzusu o idi ki, yəni ki Azərbaycan bütöv olsun. Azərbaycan bütöv olsun. Bir də hansı xəstəliklərin dünyasını dəyişdi və son günlərini necə Valla xatırlayırsınız? onun xəstəliyi yox idi. O yaşdaşma söhbəti idi də. İndi fikirləşin, 1912-də olub. Mən hərdən mamaya deyirdim ki, Titanik batanda sən doğulmusan, 12-ci ildə. Mənim ən çox qorxduğum gecə zəngləridir. Gördüm saat belə 12-nin yarısında şəhər telefonu zəng elədi. Gördüm Zaur tez geyindi, getdi. Mən uşaqlarla qaldım, nəsə ürəyimə bir şey damdı. Ondan da bir gün qabaq anam Əli müəllimə dedi ki, o biraz ürəklidir də Əli müəllim ki, bir də mənim başıma bir şey zad gəlsə, qızıma demə, amma gözü bunların üstündə olsun. Əli müəllim də indi də sonra danışır mənə. Yaxas o da yuxu görüb ki, mən Əli Dolubu da ki, Seyid evladıdır. Əli dolu gedirəm, bir də hamısını itirmişəm. Sonra məlum olur o yuxusu. Sonra mən dərk elədim ki, nəsə olub, mənə xəbər gəldi, zəng elədilər. İnanırsınız, mən belə yerdə uzanmışdım. İndi mən onları deyəndə deyərlər, yəqin bunun ola bilsin, psixi dəyişib mənə. Belə baxırdım yuxarı, eyvandan, isti bir gün idi. Bir də belə baxanda gördüm ki, bir qadındır, anamdır. Elə bir belə gedir, əli ilə mənə belə-belə eləyir. Yəni demə, saat 12-ni keçib rəhmətə gedir bu adam. Anam deməli 2001-ci ildə iyulun 12-sində dünyasını dəyişdi. Özü də o vaxtı ev təmir olurdu, çünki aralanmışdı biraz zəlzələdən. Mənim qızım yuxarıda Sovetskidə olurdu. Mən tez-tez gedirdik, gəlirdik yanına. O deyirdi ki, mən heç nədən qorxmuram. Əgər insan bir gün dünyaya gəlirsə, bir gün də bu dünyadan getməlidir. O bizə belə bir nəsihət mi deyim, vəsiyyət, özünüzü yaxşı aparın. Ondan sonra harada kasıb varsa onlara qulluq eləyin. Yardım edin. Yəni ki, özünüzü abırlı aparın. Anam sağlığında vəsiyyət eləmişdi ki, onu Fəxri Xiyabanda yox, öz sağlığında köhnə qəbirstanlıq almışdı. Yəni ki, onu orada dəfn eləsinlər. O vaxtı da xeyli adamlar bizə zəng elədilər, bəs yuxarıdan da ki, bəs niyə belə? Vəsiyyəti elə idi ki, öz anasının yanında dəfn olundu. Öz anasının yanında dəfn olundu. Özü də ki, dəfni də o da salıb avqustun 19-u. Mən hərdən birisi dünyadır da, Allah hamıya can sağlığı versin. Mən hərdən fikirləşirəm, mən də bir gün gedəcəm. Hamımız necə gəlmişik, məndə də 19 yazılacaq orada. Mənim anamın qəbrini rəhmətli Miralayev Fəxrəddin, bəlkə eşitmişsiniz belə bir adı. O çox gözəl onu. Anam demişdi ki, şəklim zadım heç nə olmasın. Yəni doğulduğu və rəhmətə getdiyi özü də belə Gülbaxtı daşındandır. Orada da elə bil ki, quşlardır, o Qurandan olan belə bir şey çəkib. Ananız həmin qəbirstanlığı torpağı öncədən almışdı. Bəli. Mən hərdən özüm Vüqar, məəttəl qalıram ki, mən özüm uşaq deyiləm. Mən indi baxın, görün, ortasıdır. Deməli, mən həmişə belə bir şey fikirləşirəm ki, Allah verən ömrü veribsə, yaşayacaqsan. Ona görə lazım deyil, ay, səhər dururlar, keyfləri olmur. Mən həmişə çalışıram ki, şən olum. Yəni, içimdə çəkirəmsə, mən durum onu bayırda, o qəmimi, kədərimi tutalım, sizə göstərim, ya bir başqasına. Mən də bu ölkədə yaşayan adamım, düzdür, mən aydan düşməmişəm ki. Mən xoşlayıram ki, pulum olsun, xəricliyim, gedim rayonları gəziyim. Çünki vaxt var idi, biz Kislovodski, Yesenduki, Türkiyə, hər yeri gedib, hər şeyi görmüşük də. Mən indi bilirsiniz, niyə görə? Bağı da, mən ona görə gedirəm bağa. O, mənim anamın əməyi ilə alınıbdır. Mən təzə gedəndə, mən çox özüm hiss elədim ki, insanlar
xatirələr olan yerə dönməsi və orada özünü mərd apara bilirsə, mən heç vaxt mənim göz yaşımı heç kəs görməyib. Bilmirəm, o bəlkə mənə aid olandı. Mən belə otururdum, baxırdım ki, anam bax belə gedəndə orada nəsə bir yarpaq düşəndə onu qaldırırdı. Burada məsələn belə eləyirdi. Amma indi gedirsən, bilirsən, yaxşı ki, mənim yanımda nəvələrim olur. Biz indi ikimiz yoldaşımla qalırıq. Mən də axşam qərib gecələrdə mənim qəti xoşum gəlmir. Mən sevirəm işıqlı olsun. Səhərin açılmağını quşlar oxuyur saat 6-da. Mən o saat dururam ayaq üstə. Bir də görürdünüz ki, külək, Bakının küləyi, bilir, Badi, Kuba da, küləklər şəhəri. O darbaza belə tıqqıldayanda mən qaçırdım, elə bilirdim anam gəlir. Yadımdan çıxardırdım ki, balam, yoxdur. Baxıb görürdüm ki, tutalım, əlim gəlir, ya Cəmin gəlir, ya Nazim nəvəm, ya qızım Cəvahir. Onda bir mənə dünyanı verirlər.